11-ci sualda nə deyir? Deyir ki, Kongo çayından qütblərə doğru müvafiq olaraq havanın temperaturunun və yağıntının dəyişmə qrafikini göstərin. Kongo çayı ekvatorda yerləşir. Ekvatordan qütbə doğru temperaturun dəyişməsini istəyir. Əlbəttə ki, ekvatordan qütbə doğru birinci tropik gəldiyi üçün hava isinəcək, sonra yavaş-yavaş temperatur aşağı düşəcək. Bəli. Məsələn, A variantı yanlışdır. Y variantı da yanlışdır. Qalırıq B, C, D-nin arasında hələ ki. Bir də yağıntı istəyir. Yağıntı isə bizim bu temperatur qrafikinin əksinə olmalıdır. Bəli, yağıntılarda isə biz tropiklərdə azalma görəcəyik, sonra mülayimdə nisbətən artmanı müşahidə edə bilərik və yenə qütblərdə azalmanı görəcəyik. A variantı düzgün cavabdır. Siz nə yazmışdınız? D yazmışsınız. D-da məsələn göstərir ki, mülayimlə qütbdəki yağıntı tropiklə eynidir. Eyni deyil, axı mülayimə müəyyən qədər yağıntı düşür. Ona görə A variantıdır. Yağıntıya baxası olsaq və temperaturda A da daha düzgündür.